İki nəhəngin savaşı artıq maşınlardan çıxdı. İndi isə robotlar meydandadır. Avqustun əvvəlində BYD təsdiqlədi ki, bu ay ilk insana bənzər robotunu təqdim edəcək. Robot şirkətin Chengzhou şəhərindəki D-Space mərkəzində nümayiş olunacaq. Robotun adı Xiaodidir. O boyu 161 sm, çəkisi isə 58 kiloqram olan bir xidmət robotudur. Deyilənə görə 6 Çin dialektini və 6 xarici dili real vaxt rejimində tərcümə edə biləcək. Real işlək prototip olan robot ilə ziyarətçilər ünsiyyət qura biləcək. BYD-nin əsas planı isə budur ki, hər showroomda 2-3 robot müştərilərə maşınları təqdim etsin. Bunun bir də arxa fonu var. BYD-nin maşın satışları bu ilin birinci yarısında təxminən 16% azalıb. Səbəb isə Çindəki qiymət müharibəsidir, məlum məsələdir. Yəni robot həm də BYD üçün yeni bir böyümə potensialıdır. Amma bir gerçək də var. Prototip nə qədər ideal olur olsun, bu uğurlu biznes modeli deyil. Çünki hələ ortada nə qiymət var, nə də ki istehsal tarixi. Üstəlik BYD bu yarışda tək də deyil. Tesla'nın Optimus'u var, Xpeng'in Iron'u var, Chery və s. Onlar hamısı eyni meydanda BYD ilə vuruşurlar.